Bugün şəhid gəlir, Ləbbeykə ya Hüseyin. Ləbbeykə Hüseyin, Hüseyin sən çağırdın, mən gəldim. Axı Hüseyin çağırdı, sən getmədin, sən şəhid gəldi, getdi. Elə deyilmi qardaşlar? Deyən də bilmir nə deməkdir, eşidən də bilmir ki, nəyə eşidir. Sadəcə olaraq düşür küyə, o da deyir. Elhamdülillah, Hüseyin radiyallahu, Allah ondan razı olsun, Peyğəmbər sallallahu aleyhi ve sellemin iki gözəl nəvəsindən biri, Allah subhanahu wa ta'ala onları cənnət əhl eləyir və cənnət onlar üçündür və onun mislində olan, ondan qabaq yaşamış böyük sahabilər üçündür. Hüseyin radiyallahu onun üçün deyir ki, deyəsən Ləbbeykə Hüseyin. Özdə hansı bir yerdə ki, lazım deyil onu demək. Ona görə belə şüarlar altında qızışdırmalar gedir, qardaşlar. Bu belədir. Ölü qalıb bir tərəfdə, əksinə təskinlik vermək əvəzinə, onun təskinliyini çoxaltmaq, onun hüzünlü, kədərini aradan qaldırmaq əvəzinə, elə şeylər ki, insanlar orada od vursan yanar. Yəni, hamının hisslərini oyadırlar. Və belə məqamlardan istifadə edirlər, təhlükədir bunlar. Ona görə, əlhəmdülillah, dövlətimiz bu arada tədbir gördü, Allah razı olsun. Və dedi ki, bu şüarları yığışdırmaq lazımdır. Bu şüarları yığışdırmaq lazımdır. Və bu çox düzgün və gözəl addımdır. Bu düzgün qərardır. Çünki heç bir əlaqəsi olmayan bir şeydir.